Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Vessalatu vesselam alel anbiya vel mursalin. Rabbi şrah li sadri ve yassir li amri vahlul uqdeten bil lisani yafqahu qawli. Kardeşler, çok vaxtı Qurana muxalif olan görüşlər, rəvayətlər, hədislər qardaşlara, dindarlara təqdim edəndə onlar deyirlər ki, bəs necə oldu? Allahın elçisi aleyhissalatu vesselam vəfat elədi və bu qədər tez din təhrif oldu. Yəni belə şey mümkündürmü? Nəyə görə? Belə şey, hətta bəzələri ki, belə şey ola bilməz, mümkün deyil. Allah Zülcəlal və İkram Quranda hansısa bir mövzuda ayələr nazil edirsə, hətta keçmiş ümmətlərə aid olsa da belə, bu ayələr bizə aiddir. Yəni bu ayələrdən bizim üçün ibrətlər var. Bu ayələrdən biz öyrənməliyik. Əgər onların xətaları orada keçirsə, eyni xətaları biz təkrar etməməliyik. Təəssüflər olsun ki, indi dindarların çoxusu, məsəl üçün, Nuh Aleyhisselamın qövmünə gələn, nə bilim, Samud qövmü, Ad qövmü, Mədyan qövmü, bunları oxuyanda hələ belə oxuyurlar, hələ bir ki, bir hadisə idi, oldu, gəldi, keçdi. Bizə adiyyəti yoxdur bunun. Yox, Allah bunu Quranda nazil edibsə, deməli bu çox önəmlidir. Biz Qurana iman etmişiksə, deməli bu bizim üçündür. Quranda ən çox adı çəkilən elçi Musa Aleyhisselamdır. Çox yerdə keçir. Hətta Musa Aleyhisselamın vəhi almamışdan öncəki həyatı belə Quranda ətraflı keçir. Deməli, bu bizim üçün önəmlidir. İndi mən istəyərdim bir-iki mövzuya toxunum Musa Aleyhisselamın tərəfdarları ilə bağlı. Yəni, Musa Aleyhisselamın sahabələri ilə bağlı. Birincisi, yada salaq ki, Allah Subhanahu wa Ta'ala Musa Aleyhisselama kifayət qədər möcüzələr verib. Bu möcüzələri həm Misir xalqı, Misir əhli görüb, həm Firavun, onun yaxınları, həm də İsrail oğulları görüb. İsra surəsinin 101-ci ayəsində, Euzubillahimineşşeytanirracim, Bismillahirrahmanirrahim. Allah Zülcəlal və İkram nazil edib, وَلَكَدْ أَتَيْنَ مُوسَى تِسْعَ آيَاتٍ بَيِّنَاتٍ. Biz artıq Musaya 9 dana açıq aydın ayə verdik. Yəni o ayə Tövrət ayəsi nəzərdə tutulmuyor. Tövrət ayəsi 9-dan çoxdur. Bir də Musa Aleyhisselama dağda enən vəhi, orada əsas 10 haram keçirdi, o da 9 deyil. Bu 9 möcüzə idi. Musa Aleyhisselamın əlin beyazlığı, Musa Aleyhisselamın əsası, Misirə gələn müsibətlər və İsrail oğulları bunu hamısını görüblər. Bunu xahiş edirəm, yadda saxlayın. Yəni bir günün içində oyandılar, gördülər ki, içməli su qan olur. Yəni bu qeyri-adi bir şeydir, bu təbiətdə olmayan bir şeydir. Və Allahın elçisi Musa Aleyhisselam öz Rəbbinə, Zülcəlal və İkrama bir etdiyi dua ilə təzədən içməli su oldu bu. Yəni bunu Misir xalqı da gördü, bunu Musa Aleyhisselamın tərəfdarları da gördü. Yəni onlar bunu öz gözlərini görüblər, bunu yadda saxlayar. İkincisi, onlar orada məzlum vəziyyətdə idilər. Məzlum vəziyyətdə idilər, Firavun onun tərəfdarları onlara işgəncə verirdi, onlar oğul uşaqlarını, övladlarını öldürürdülər və təsəvvür edin, silahsız, qaçqın bir vəziyyətdə, məcburi köçkün bir vəziyyətdə bir toplum, onların dalıyca ən müasir bir ordu gəlir. Öz zamanının ən müasir ordusu. Silahla, sursatla, atla onlar görürlər. Görürlər ki, ölüm yaxınlaşır. Kim onlara kömək edə bilər? Onların can güdəni yox, silahları yox, heç bir şeyləri yox. Yalnız aralarında Allahın elçisi var. Allah Subhanahu wa Ta'ala dua edir. Qutardı, getdi. Başqa heç nə yoxdur. Bunu da öz gözlərini görürlər. Hətta Allah bunu ayənin sonunda vurğuluyor. Deyir ki, وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنْجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنْتُمْ تَنْظُرُونَ. Deyir, biz sizin üçün dənizi araladıq. Sizi xilas etdik. Firavunun ailəsini.
Orada qərq etdi. Yəni onlar batdılar, boğuldular. Və entum tanzurun. Siz bunu görürdünüz. Allah bunu vurgulayır. Yəni öz gözünüzlə gördünüz bunu. Bu möcüzələri də gördünüz. Allah subhanahu wa ta'ala sizi xilas eləmək üçün dəniz aralandı, siz oradan keçdiniz. Sizin ən böyük düşmanınız, ən güclü, qüvvətli ordu orada batdı, sizə heç nə eləyənmədi. Yəni bunu Allah elədi, siz bunu gördünüz. Və bütün bu şeyləri bunlar görüblər, düzdür? İndi baxaq onların durumuna. Allahın elçisi Musa Aleyhisselam hələn vəfat etmir. Bizə bəzi qardaşlar deyirlər, Allahın elçisi vəfat etdi, 200 il sonra, 250 il sonra filan kitablar yazıldı. Məsəl üçün, siz deyirsiniz ki, orada, məsəl üçün, mənə aid. Sən deyirsən ki, orada güvənilməyən bir rəvayətlər var, Qurana müxalif olan var. Necə oldu 200 ildən sonra bələnki tez din təhrif oldu? Baxın, Musa Aleyhisselam sağdır. Allahın elçisi o toplumun içindədir. Ən böyük günah nədir? Şirkdir. Bunu tek Quranda Allah Teala buyurmuyor baxın. Allah-u Teala Quranda ne deyir? Enbiya surasında 25. ayədə. وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِ إِلَيْهِ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدُونَ. Səndən öncə belə bir elçi göndərmədi ki, ona vəhiy etməyək ki, məndən başqa heç bir ilah yoxdur, yalnız mənə ibadət edin. Yəni bu bütün elçilərə olan vəhidir. Bu dəvəti Nuh Aleyhisselam da aparıb, bu dəvəti Salih Aleyhisselam da aparıb, Hud Aleyhisselam da aparıb. Yəni Musa Aleyhisselamdan öncə var idi bu, İsrail oğulları bunu bilirdi. Hətta Qurana baxsaq, İsrail oğulları deyirik. Yakub Aleyhisselamın ikinci ismiydi də İsrail. Allahın elçisi Yakub Aleyhisselam ölüm anında oğullarını yığır yanına. Onlara bir neçə sual verir. O suallardan biri nə olur? وَمَا تَعْبُدُونَ مِنْ بَعْدِي. Məndən sonra kimə ibadət edəcəksiniz? İsrailin oğulları, yəni Yakub Aleyhisselamın oğulları bir cavab verir. نَعْبُدُ إِلَٰهَكَ إِلَٰهَ أَبَائِكَ İbrahim ve İsmail ve İshak ilahen vahiden. İlahen vahiden. Ve nahnu lehu muslimun. Oğulları ona cevap verir. Deyir, biz senin ilahına ibadet edeceğiz. Sen ataların İbrahim'in, İsmail'in, İshak'ın ilahına bir, tek, ilahen vahiden, tek olan ilaha biz ibadet edirik. Ve biz Müslümanlar, biz ona teslim olduk. Muslimun. Yani İsrail oğulları tövhidi bilirdiler. Onlar bilirdiler ki ilah tektir. Həqiqi ilah. Allah subhanahu wa ta'ala şəriki yoxdur. Onlar bunu bilirdiler. Musa aleyhisselam sağdır. Allah subhanahu wa ta'ala imtihana çekir onları. Musa aleyhisselam dedi ki bir ay ben sizin içinizde olmayacağım. Ben Allah'tan vəhiy almalıyım. Dağa qalxmalıyım. Allah'ın elçisi Harun aleyhisselam, Musa aleyhisselamın qardaşı qalır onların üzerinde. Musa aleyhisselamın vəziridir o. Allah'ın elçisidir. Biz belki okuduq. Bütün elçilere tövhid əmr olunmuşdu. Belki ayəni okuduq. O da onların içindedir. Musa aleyhisselam 10 gün gec gelir. Allah subhanahu 40 gece saxlayır onu orada. Ne baş verir? وَاِذْ وَعَدْنَا مُوسَى 40 لَيْلَةً ثُمَّ تَخَصْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَاَنْتُمْ ظَالِمُونَ. Biz Musa'ya 40 geceli vədə verdik, vəhiy nazil etmək üçün, vəhiy vermək üçün. Sonra siz onun ardınca buzovu özünüzə Tanrı götürdünüz və antum zalimun. Siz zalimsiniz. Luqman öz oğluna nəsihətlər verir. Birinci nəsihət nədir? Luqman surəsində. Ya buneyyə la tuşrik billahi inne şirke la zulmun azim. Ey əziz oğlum, Allaha şərik qoşma. Həqiqətən şirk əzəmətli zülmdür. Allah da burada deyir ki, siz qızıldan buzov düzəltdiniz, Allah'ı unutdunuz, həmən buzovu Allah'a şərik qoşdunuz və antum zalimun, siz zalim oldunuz. Hələ Musa aleyhisselam sağdır. İçlərində başqa Allah'ın elçisi var. Harun aleyhisselam onların içindədir. Onlar artıq dinin təməlini değişdilər. Biri var ki, nə bilim, namazın şeklini değiştiler. Ya ne bileyim. Öz
özlərindən bir dənə təzə zikir uydurdular. Yox, bunlar dinin təməlini dəyişdilər. Tövhidi buraxdılar, müşrik oldular. 40 gecə ərzində. 40 gecə kifayət oldu ki, şeytan lənətullah indi Samirinin əli ilə bunları saptırsa, eləsin müşrik. Bizdə insanlar təəccüblənir ki, necə oldu? Hicrətin 2-ci ilində artıq o dəyişikliklər var idi. Bəs niyə görə Allah bu ayələri nazil edib? Deməli, mümkündür da bu. Mən ona görə zikrin əvvəlində ki, bu şeyləri yadda saxlayın. Onlar öz gözləri ilə o qədər möcüzə görüblər. Allah onları ən güclü ordudan, ən zalim insandan xilas elədi. Öz gözləri ilə gördülər ki, Allah ona necə bəla verdi, necə müsibət verdi. Bundan sonra başladılar buzova ibadət eləməyə. 40 gecə ərzində Musa əleyhissalamın illərcə onlara apardığı dəvəti onlar unutdular. Kimsə təsəvvür edə bilər ki, Allahın elçisi Musa əleyhissalam bunlara tövhidi başa salmıyor. Mümkündür belə bir şey. Bütün elçilər ilk verilən əmrdir də bu. Hamısı buna dəvət edir. Milyard faiz Musa əleyhissalam tövhidi onlara izah eləmişdi, başa salmışdı. 40 gecə bunlar müşrik oldular. Musa əleyhissalam onların içində ən önəmli məsələlərdən biri nədir? İnsanın nəfsinə ən ağır gələn şey itaətdir. Quranda da neçə ayələrə baxsaq, "Yə eyyuhəllezina amanu atiullaha və atiur rasulə." Yəni neçə ayədə bir yerdə keçir. Allah'a itaat edin, elçisinə itaat edin. Onların nəfsinə ağır gəlirdi Musa əleyhissalama itaat etməyə. Onlar itaat etmək istəmirdilər. Və bunun üçün onlar başladılar müəyyən şərtlər qoymağa. Sən filan şey eləsən, biz sənin sözünə baxacaq. Filan şey eləsən, sənin sözünə baxacaq. Və o şərtlərdən biri, onların qoyduğu şərtlərdən biri küfür şərtidir, şirk bir şərtidir. Onlar Musa əleyhissalamdan tövhidə zid olan bir şey istədilər ki, ancaq onda ona itaat edəcəklər. Siz təsəvvür edin ki, bu onun əshablarıdır. Onunla bir yerdə Misirdən çıxıblar. Musa əleyhissalam onların içindədir. Onlar birbaşa Allahın elçisinə deyirlər ki, Əuzubillahimineşşeytanirracim. Və iz qultum ya Musa lən nu'minə ləkə həttə narallaha cəhrətən. Əstəğfurullah. Həttə narallaha cəhrətən fəəxəstumu saikatu və antum tanzurun. Bəqara surəsində 55-ci ayədə Allah buyurur ki, siz dediniz, ey Musa, biz Allahı açıq aydın görmədikcə, orada keçir lən nu'minə. Lən ərəb dilində, yəni gələcəkdə də heç vaxt sənə inanmayacaq, sənə iman etməyəcək. Yəni görün necə şərt qoyurlar onlar. 9 dənə böyük möcüzə görüblər. Allah bunları xilas edib. Qayanın içindən 12 dənə çeşmə çıxıb. Allah bunları göydən bildirkin mənbə verib. Hər bir şey, yox, deyirlər ki, biz Allahı açıq aydın görmədikcə sənə iman etməyəcəyik. Nə oldu? Onları ildırım vurdu, onlar baxa-baxa. Sehirbazlar belə Allah subhanahu wa ta'ala Musa aleyhisselamın vasitəsindən göstərdiyi möcüzə ilə iman etdilər, şəhid oldular. Bir dənə açıq aydın, əyyə bəyyəni görməklə iman etdilər, Firavundan da qorxmadan şəhid oldular. Canlarını fəda etdilər Allah yolunda. Halbuki onlar Musa aleyhisselamın əshabından deyildilər. Onlar əksinə Musa aleyhisselama qarşı gəlmişlər o görüşdə. Ona qalib gəlmək istəyirlər. Onlar Firavundan vəzifə istəyirdilər. Onlar Firavundan məqam istəyirdilər. Amma insanlar doğru dürüst ilə səmimi idilər. Gördülər ki, bunu yalnız Allah edə bilər. İnsan buna qadirdir. Həmən an tövbə etdilər, İslamı qəbul etdilər, müsəlman oldular, canlarını da fəda etdilər. Amma bu insanlar illərcə yaşayır, bunu görür, dildə deyirlər ki, biz Allahın elçisinin əshablarıyıq. Amma itaat etməmək üçün necə şər uydururlar? Allahı bizə açıq aydın göstər, ondan sonra biz sənə inanacaq. Bəs Allah sizi xilas eləyəndə bir dənə əsanın vasitəsi ilə görmədiniz bunu? Gördünüz? Yəni, ona görə zaman rol oynamır orada. Qəlb xəstəliyi olan bir şey var.
qəlb xəstəliyi varsa, insan öz qəlbinin üzərində çalışmırsa, şeytan həmişə o qəlbə xod tapacaq. Həmişə. Misirdən xilas oldular. Allah subhanahu wa ta'ala hələm xəlili olan İbrahim aleyhissalama vəd etdiyi torpaqlara, Musa aleyhissalamdan qayıdırlar ora. Gəlirlər, görürlər ki, bir qövm var, müşrikdirlər. Allah'a şərik qoşulub, bütlərə ibadət edirlər. İndi bəzi o İsrailiyyətdən gələn rəvayətlərə görə o bütlər nəsə qeyri-adi bir gözəllik var idi o bütlərdə. İndi məsəl üçün belə dedi, bu dəqiqə gedək İtaliyaya, gerək hansısa katolik bir kilsənin içinə, orada Michelangelo'nun əsərləri var. Çox gözəldir, adam heyran qalacaq, ağzı açıq qalacaq. Amma fakt şu bütdür də. Əstəğfurullah, mələkin şəkli var, Allahın elçisi İsa aleyhissalamın şəkli var, cəmaət onu tapınır, ibadət edir. Bunlar da gəlirlər, nəsə qeyri-adi bir, nə bilim, gözəllikdə olan bütlər gördülər. Allahın elçisi bunlar, 2 dənə Allahın elçisi işlərində bu toplumda. Həm Musa aleyhissalam, həm Harun aleyhissalam. İllərdir bunları tövhidi başa salırlar. Bunları zalimdən xilas ediblər. Bunları vəd olunan torpaqları getiriblər. Görürlər ki, bütün verdiyi vədlər doğrudur. Nə deyirlər? Qalu, ya Musa, cəəl lənə iləhən kəmələhum əlihə. Ey Musa, onların ilahları kimi bizə də bir dənə ilah düzəld. Qalə innəkum qavmun təcəhəlun. Allahın elçisi Musa dedi ki, həqiqətən siz cahil bir toplumsunuz. Allahın elçisindən şirk istəyir bu insanlar. Bu insanlar bütün bu şeyleri göre dedi ki, ey Allah'ın elçisi, bizi müşrik elə. Estağfurullah. Hiçbir zaman keçmiyor. Musa aleyhissalam bunların içindedir. Artıq, belə deyək də, zahirən onun tərəfdarları sayılan insanlar dini təhrif eləmək istəyirlər. Hətta Firavun belə ölən zamanı bütün zulümləri elədi, şirkləri elədi, küfürləri elədi. Qalə ənə rabbukumul a'lə. Çıxdı Misir xalqına dedi ki, sizin uca Rəbbiniz mənəm. Amma ölüm anı nə deyir? Qalə Əməntu ənəhu la iləhə illəlləzi əmənət bihi bənu İsrailə və ənə minəl muslimin. Ənə minəl muslimin deyir sonunda. Deyir ki, Əməntu ənəhu la iləhə illəlləzi əmənət bihi bənu İsrailə. Mən iman etdim ki, İsrail oğulları iman etdiyi ilahdan başqa heç bir ilah yoxdur. Az önce özünü ilah hesab edirdi. Özünə Rəbb deyirdi. Ölüm anı bunu deyir. Və sonra deyir ki, ənə minəl muslimin. Yəni düzdür, tərcümədə indi belə tərcümə ki, mən müsəlmanlardanam. Müsəlmanla təslim olanlardan. Firavun belə ölən vaxtı anlayır ki, sadəcə dildə la ilahe illallah deməklə deyil, təslim olmaq lazımdır. Təslim, bu la ilahe illallaha təslim olmaq lazımdır. İtaat. Bu insanlar illər boyu nəbilərləndir, rəsullarlandır, amma hələm təslim olmurlar. Hələm la ilahe illallaha təslim olmurlar. Deyirlər ki, bizə büt düzəld. Cəəl lənə iləhən, bizə ilah düzəld. Əstəğfurullah və təala. Bütləri görüb saxta ilah istəyirlər. Allahın elçisi işlərində dini təhrif edirlər. Təhrif edirlər ki, çalışırlar dini təhrif etməyə. Əlbəttə ki, Musa aleyhissalam onların qarşısına alır. Başqa bir dənə böyük imtihan, deməli, Musa aleyhissalam Allah'tan vəhy alır, İsrail oğullarını savaşa çağırır. Bunlar Allah yolunda savaşmalıdırlar. Yenə deyirəm, Allah subhanahu wa ta'ala bunları zaten biraz önce en güçlü orduda xilas edib. Bunlar öz gözlərinə gördülər ki, zəfər Allah'tandır. Allah verir bu qələbəni. Onlar bilirlər ki, onların içində Musa aleyhissalam var, Harun aleyhissalam var. Amma gəldilər bir dənə məkana, orada belə nahəng, belə qüvvətli insanlar yaşayırdı və onların cavabına baxın, necə cavab verirlər. Qalu, ya Musa,
İnne len nedhuleha abadan ma damu fiha. Davamı lap küfürdür. Fəzhəb əntə və rabbuka fəqatilə innə həhunə qaidun. Onlar da ki, ey Musa, o insanlar oradayken biz heç vaxt ora daxil olmayacağıq. Yenə lən kəlməsi keçir. Ərəb dilində gələcəkdə heç vaxt deməkdir. Lən sonda da əbədən. Heç vaxt ora daxil olmayacaq. İndi davamında Allahın elçisinə görün nə cavab verirlər. Get sən və rabbuka və sənin Rəbbin. Həmən o Rəbb ki, onları zülmdən xilas elədi. Həmən o Rəbb ki, onlar susuzundan yananda onlara qayadan su verdi. Həmən o Rəbb ki, onlar acından öləndə Allah Zülcəlal və İkram Ər-Razaq, Əl-Kərim olan Rəbbimiz onları buluddan bildirçin manna verdi. Onları hər yerdə xilas elədi. Həmən o Rəbb deyirlər ki, İzhəb əntə və rabbuka fəqatilə. Getsən və sənin Rəbbin əstəğfurullah. Siz ikiniz savaşın. Biz burada oturacağıq. Bu cavabı onlar birbaşa Allahın elçisinə verirlər. Yəni oxşar epizodda, oxşar tarix bizim ümmətdə də təkrarlanır. İndi kim biraz İslam tarixini oxuyur, məsəl üçün Allahın elçisi Muhammed aleyhisselam ağır xəstəykən, yataqdaykən ordu hazırlayır. Orduya komutan, əmir təyin edir. Usama bin Zeydi. Müsəlmanların böyük əksəriyyəti etiraz bildirir. Əmr edir ki, onlar Bizanslara qarşı çıxmazdılar. Allahın elçisi siyasəti çox gözəl bildi, diplomat idi bu insan. Onun həyatını öyrənən insan başa düşəcək. Necə ola bilər ki, bir insan çox zəif bir vəziyyətdə, blokada vəziyyətində Məkkədə yaşayanda bütün müsəlmanlar bir məhəlləyə sığınmışdı. Əbu Talibin məhəlləsinə sığılmışdı. Banu Haşimin. Bütün Qureyş onlara qarşı boykot elan eləmişdi. Allahın elçisi aleyhissalam o vaxtı Həbəşistanın kralı ilə Nəcaşi ilə əlaqə qurur, sahabələrini oraya hicrətə göndərir. Bunu hər insan bacarmır. Hər insan yox, bunu milyondan biri ancaq bacarar belə bir şey. Allahın elçisi bilirdi. Zaten ondan önce orada Müslümanların səfirini öldürdülər. Ondan önce orada Quranda yeganə adı çəkilən sahabə Zeydi öldürdülər. Orada Peyğəmbərin əmisi oğlu Cəfər ibn Əbu Talibi öldürdülər. Və Allahın elçisi orada hazırladı. Komutan təyin etdi. Dedi ki, gedin. İtaat etmədilər, getmədilər. Allahın elçisi aleyhisselam vəfat edənə qədər getmədi. Yani başka misallar da var. Başka misallar da var. Uhud savaşı var. Uhud savaşından önce olan meseleler var. Yani Allah subhanahu wa ta'ala bu ayələri necə çox ayənin sonundakı لَعَلَّكُمْ تَعْقِلُونَ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ لَعَلَّكُمْ تَفْقَهُونَ Bəlkə siz fikirləşəsiniz, bəlkə siz düşünəsiniz, bəlkə siz ağlınızı işlədəsiniz. Allah bunun üçün nazil edir bu ayələri. Yani Musa aleyhisselamın əshabı, onun qövmü o sağ ikən ona qarşı itaatsizlik etdilər, dini təhrif etdilər, Allah'a şərik qoşdular, əstəğfirullah və atubu ileyh, birbaşa şirk istədilər Allahın elçisindən. Allah bunu nazil edib ki, biz bunları oxuyaq, bu bizim üçün örnek olsun. Biz eyni xətaları etməyək. Bizden önce kimse edipse o bizim işimizdir. Herkes özü Allah'a cevap verecek. Biz etmeyek. Bir kim deyir ki, necə oldu? Tutarım ki da hansısa bir məsələdə səhih hədis var. Ay qardaşım, eyni şeyi Yahudilər de deyib, eyni şeyi Hristiyanlar da deyib. Eyni şey deyirlər. Bax, məsəl üçün, Tövratda donuz əti yemək haramdır. Bibliyada Vetki Zavetdə keçir. Donuz əti yemək haramdır. İncildə heç bir yerdə keçmir ki, Allahın elçisi İsa Aleyhisselam ki, mən sizə halal edirəm. Yoxdur belə yer. İncil bitəndən sonra o Rus dilində gəlir ki, Kniga Deyaний Apostolov, Havarilərin əməl kitabları. Orada neçə illər sonra yığılır onlar, özlərindən qərar verdi ki, problem yoxdur, bugündən donuz əti yemək olar. Eynidir də, eyni yanaşmadır. İncildə keçir ki, İsa aleyhissalam sünnət olunmuşdur.
Ondan neçə il sonra yığılırlar, deyirlər ki, yox, onlar getdilər, məsəl üçün Yunanları, Rumları dəvət elədilər. Deyirlər ki, yoxdur, bunlara əziyyət vermək, artıq sünnət eləməyə ehtiyac yoxdur. Baxsan, belə önəmli bir şey deyil. Amma bu addımlarla axırda gəldilər, çıxdılar, 300 il sonra nə elədilər? Nikeyski sabor qurdular, orada bir dənə, bizim dildə icma deyirlər də, icma etdilər ki, əstəğfirullah tubili, Tanrı tək deyil, Tanrı üç dənədir. Ata, oğul, müqəddəs ruh. Bu addımlarla gəldilər, çıxdılar da bu səviyyəyə. Birbaşa təhrif edənmədilər. Yəni, İsrail oğullarında da o, unuttum mən necə olur, Mişna deyirlər, ya Minşa deyirlər, belə bir kitaba, o da eyni məsəl rəvayətlər toplumudur. Orada da baxsan, yüzlərcə rəvayətlər var ki, Tövrətə müxalifdir. Amma qəbul edirlər. Demirəm, hamı əksəriyyəti, ənənəvi dindarları qəbul edir. Ona görə biz də ehtiyatla yanaşmalıyıq. Biz əlbəttə ki, Allahın elçisinin barəsində öyrənməliyik, onun həyatını öyrənməliyik, onun kəlamlarını öyrənməliyik. Amma ola bilməz ki, Allahın elçisi Allahın kitabına müxalif danışsın. Mümkün deyil. Bəlliğ mə unzilə iləykə min Rabbikə. Rəbbindən sənə nazil olanı təbliğ et. Allahın əmridir. İnnə nəhnu nəzzəlnə zikrə və nəhnu ləhu hafizun. Həqiqətən bu zikri tək halda keçirir. Quranda da neçə yerdə Allah kitabı, Quranı zikr adlandırır. Bəzi yerdə Quranı keçirir. Quran qara sözündəndir. Oxumaq. Quran yəni oxunan. Bəzi yerdə əl-kitab keçir. Əl-kitab kətəbə sözünədir. Kətəbə yazmaq deməkdir. Yazı yazılmış vəziyyətdədir. Bəzi yerlərdə zikir keçir. Yəni bu artıq bir kitabdır, qorunmuşdur və Allah deyir bunu təbliğ et öz elçisinə. Necə ola bilər ki, elçisi ona müxalif olan bir şeyi təbliğ etsin? Ola bilməz, mümkün deyil. Qardaşlar, mən ümid edirəm ki, nəsə heç olmasa biraz aydınlıq saldım bu məsələyə. Bütün dinlər zamanla təhrif olunur. Ona görə də Allah Subhanahu wa Ta'ala sonuncu kitabını qoruması altına aldı. Bu müsəlmanlarda prizmadır. Nə olur olsun, hansı insanın yazdığı kitab olsun, hansı insanın bir görüşü olsun, bu Quranın prizmasından keçməlidir. İlk öncə baxmaq lazım ki, Allah nazil etdiyi kitaba müxalifdirmi, müxalif deyilmi? Ondan sonra o fikirlə yaxından tanış olmaq olar, ondan faydalanmaq da olar. Musa Aleyhisselamın zamanında bu baş verdisə, bu Muhammed Aleyhisselamın da zamanında baş verə bilər. Bu İsa Aleyhisselamın da zamanında baş verə bilər. Bu hər zaman ola bilər. Allaha dua edib yalvarım Allahın Əs-Səmi ismi ilə Allah bizi eşidib anlayan qullarından eləsin. Allah Subhanahu wa Ta'ala Əl-Həkim ismi ilə dua edib yalvarım ki Allah Subhanahu wa Ta'ala bizə hikmət versin. Allahın Əl-Ğafur ismi ilə Allaha dua edib yalvarım ki Allah bizim bilərəkdən və bilməyərəkdən edən günahlarımızı bağışlasın. Allahın Ar-Rahman, Ar-Rahim isimləri ilə dua edib yalvarım ki Allah bizə mərhəmət eləsin. Allahın Əş-Şəfi ismi ilə dua edib yalvarım ki bütün xəstə olan bacı, qardaşlara, övladlara Allah kamil şəfa versin. Allah sizlərdən də razı olsun. Subhanakallahumma bihamdika əşhədu